Bəs onda xəstəliyimizi özümüz sağaltmamız üçün nə etməliyik? İlk növbədə biz orqanizm necə işləyir, onu başa düşməliyik, dərk eləməliyik ki, bu sistem necə işləyir. Və sadə deyəsində baxsaq, yəni bizim can sağlığı paketində bunun çox belə asan üsulları təqdim olunub. Yəni kim bizə konsultasiya sonu, seans üçün müraciətlər edirlər və biz imtina edirik bunlardan. Əslində deyirik ki, siz can sağlığı paketini alın, əldə eləyin, şahid olun, tətbiq eləyin. Baxın, ümumiyyətlə siz konsultasiya eləyəndə mən sizə deyəcəm get filan şeylə, ola bilsin ki, siz deyəsiniz ki, bu nə danışır? Mən gəlib deyəcəm ki, alma ağacının başına 3 dəfə vırıram. Güləcəksiniz ki, bu nə deyir? Məsələ üçün deyirəm də. Amma yəni bilmək lazımdır ki, bu fırlanmağın səbəbi nədir? Bu sizdə nə problem var? Yəni ona görə insan ilk növbədə sadə formada başa düşməlidir ki, orqanizm necə işləyir və hansı hallarda bu xəstələnir. Ümumiyyətlə, xəstələnmək təkcə mənfi ilə bağlı deyil. İnsan enerjisi də çoxalanda orqanizmin diaqnostik mərkəzi var. Özünün diaqnoz mərkəzi var. Və ən çox enerji aparan da odur. Beyindir? Beyin deyil, ümumiyyətlə bütün sistemdir. Aha. O sistem təyin edir ki, filan yerdə xəstəlik var, enerji bol olanda. Deyir ki, filan yerdə xəstəlik var, beyinə siqnal gedir. Burada xəstəlik var, bunu xahiş edirəm, məsəl üçün, bura 50 qram enerji ayırın, bunu mən bərpa edeyim. Və o simptomu çıxardır ortaya. Simptomu çıxardandan sonra orqanizm başlayır onu bərpa eləməyə. İmkan versək. Biz o simptomu kimya ilə vururuq başından, öldürürük, söndürürük simptomu. Yəni bədənimizin... Bəli, və hansısa bir simptomu söndürürük ki, yox, sən bunu, məsələn, qrip olmuşsan, səndən soyuq dəymə axıntı vasitəsilə çıxır, ya da ki, qarın getmə olur, soyuq dəymə çıxmalıdır, biz onun qarşısını alırıq dərmanla. Ki, yox, uşağın qarnı getməsin və yaxud da ki, bizim qarnımız getməsin, yaxud da burnumuz axmasın. Soyuğu qoymuruq çıxmalı, saxlayırıq orada, ağzını bəş-bəş bağlayırıq ki, sən burada qal. Hə. Yəni, enerji bolluğu da insanı xəstələndirə bilir. Yəni, ona görə də sadəcə o xəstəlik bu birisindən fərqlənir. Orada biraz gümrah olursan. Xəstə olursan, amma gümrah olursan. Yəni, biz bu uşaqlarla bunun hamısının şahidi olmuşuq. Orada təqdim olunan üsulları yerinə yetirmişik. Bizim təqdim edədiyimiz o paketdə əsasən ruhi məsələlərdir. Yəni, belə deyim də, tutam ki, geyirsiz vulkanizasiyaya maşınınızın təkəri bıraq. Tibb belə işləyir də. Vulkanizasiyada götürür, təkəri doldurur, deyir, yaxşı yol. Axtarmır ki, hardadır, buraxan yeri. Nədən olur? Səbəbi axtaran yoxdur. Çox nadir, mən rast gəlməmişim həyat təcrübəmdə. Səbəb axtaran və ya soruşan və yaxud da ki, bunu analiz eləyən. Hə. Amma bu paketdə biz məhz səbəblə məşğul oluruq. Biz enerjini... Çox çətindir. Onu şəxsən bilməyə ehtiyac yoxdur. Sadəcə orada proqramlar var. Biz bilirik ki, insanın xəstələnməsi iki halda baş verir. Ya enerji soğurulması, ya enerji bolluğu vəziyyətində. Əgər enerji boldursa və insanın ümumiyyətlə enerjisi bol olanda o Birləşmiş Qablar haqqında video çəkmişdik, yenə də fiziklər tökülmüşdü üstümüzə. Birləşmiş Qablar qanunu nə deyir? Yəni, bərabərləşənə qədər mayelər axırlar da bir nöqtədən, bir qabdan digər qaba. İnsan enerjisi də elədir. Məsələn, burada oturmuşuq 3-4 nəfər, mən bol enerji ilə gəldim, sizin hansınızdasa enerjilər azdır. Biz dördümüz də bərabərləşənə qədər məndən enerji axır. Və mən gedirəm evə, təsəvvürün böyük bir kollektiv, hamısı da enerji çatışmazlıq, hamısı narazı, bir keyf, şikayətçi bir insanlar. Mən də gülən, belə danışan bir adam, gəlirəm, girəm ora, hop, sorular, mən də oldum onlardan biri, bozardım. Mən yaşlıydım, oldum bir dənə saralmış bir yarpaq. Evə gedirəm, artıq vəziyyət pisləşir. Çünki mən qoşuldum, hamısından mənim enerjim axdı getdi. Yəni, bizdə orada üsullar var ki, həm olduğun müddətdə səni heç kim soğurmasın, qapaqlar qoymaq var. Bağlamaq. Bəli, bağlamaq var. Həm lap qaçırtdın da indi, oldu ki, elə bir yerə getdin ki, orada onu eləmək mümkün olmadı və yaxud da yadından çıxdı. Gəldin evə, bütün hara nə paylamısan, qaytarın, xahiş edirəm. Həyatınızı dəyişdirəcək 2 illik səyahətə hazırsınızsa, İlkin Qiyası ilə Doğru Yola Doğru onlayn təliminə qoşulun. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun.